Hamıya salam. Analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. Əgər maraqlanırsınızsa, bir stop mərc edə bilərsiniz. Tədqiq olunan təşkilatın bütün parametrlərini daha yaxından öyrənməyi təklif edirik. İndi biz şirkətin cari fundamental göstəricilərinə baxacağıq. Target Corp, ticker, TGT. Bu baxış 22 may 2025-ci il tarifinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets təşkilat Target Corp alt kateqoriyaya aiddir. Retail Product qiymətləndirmədə 35 şirkət iştirak edir və bu kifayət qədər təmsilçidir. Tədqiq olunan şirkət üçün ümumi nəticə belədir: 10 baldan 4,5 bal. Alt kateqoriya üzrə orta xal 1 baldır. Çox geniş baxsanız, bütövlükdə bazar daxilində. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,9 bal olduğunu görə bilərsiniz. Şirkət üçün 4-5 reytinginə qarşı Target Corporation. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Target Corp və alt kateqoriyalı şirkətlər. 12 aydan çox hisslərin olduğunu görə bilərik. Target Corp mənfi 41,9% dinamika nümayiş etdirib. 37% alt kateqoriyada qiymət dəyişikliklərinin əleyhinədir. Şirkətin bazar kapitallaşması Target Corporation 42,25 milyard dollar təşkil edir. 1456 milyard dollarlıq alt kateqoriyanın kapitallaşması ilə. Target Corporation 2,902% paya sahibdir. O, alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans dəyəri 14,94 milyard dollardır. 187 milyard dollarlıq kitab kapitallaşması ilə alt kateqoriya 187 milyard dollar dəyərindədir. Target Corp 7,995% təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Target Corp alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə 2,902% təşkil edir. Balans dəyərinin kapitallaşması 7,995% təşkil edir. Bu da bazar dəyərindən 175% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin borcları 18,978 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin öz kapitalının %127-sini təşkil edir. Şirkətin borc reytingi pis, mənfi 1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 11-dir. Alt kateqoriya üzrə orta göstərici 39,3 təşkil edir ki, bu da alt kateqoriyadan 74% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin mənfəətə nisbəti çox yaxşıdır, 2 bal. Son 12 ayda mənfəət 4,185 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 3,780 milyon dollar olacağı gözlənilir. Bu, hazırki səviyyədən 9,7% azdır. Alt kateqoriya ilə müqayisədə gözlənilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,4-dür. Birinci alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 60% aşağıdır. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda gəlir 105,870 milyon dollar olub. Növbəti 12 ay üçün forward gəliri şərti olaraq 95,63 milyard dollar olaraq qiymətləndirilir. Və bu, indiki vaxtdan 10% azdır.
Proqnozlaşdırılan gələcək satış həcmləri göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, keçərli, 0 bal. Marjinallıq 3,9%, alt kateqoriyada orta hesabla 2,4%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 1,5% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 11,79% təşkil edir. Bu, bazar kapitallaşma payından 282% çoxdur. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $96.000 bərabərdir. Alt kateqoriya üçün isə $367.000-dır. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 73,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının məbləğinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçisinə düşən mənfəətin həcmi $9,500-dır. Alt kateqoriyada orta $9,300 və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 2%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin hər bir işçiyə düşən satışları $241,000 təşkil edir. Alt kateqoriyada isə $381.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 58%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlir payının qiymətləndirilməsi, keçərli, 0 bal. Satış əməliyyatlarının həcmi 3,7%, alt kateqoriya üzrə orta hesabla 1,8% təşkil edir. Bu mümkün qısa sıxılma riskinin göstəricisidir. Göstərici RAS 14 şirkət üçün %42 səviyyəsini göstərir Target Corporation. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14,55%-dir. Şirkətin səhmlərinin faktiki qiyməti $93,2 civarındadır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $110 civarındadır. Cari qiymətin dinamikası və konsensus proqnozu təxminən 19%-ə bərabərdir. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Bağlanmış şərhdə keçid. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların təhlili nəticəsində Target Corporation. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Video icmal olduğu üçün sifarişi açmayın. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.